Nicat müəllim, salam. Salam. Əlilliyi olan şəxs reabilitasiya mərkəzində ödənişsiz xidmət ala bilər. Bəli, ala bilər. Əlilliyi olan şəxslər qanunvericiliyə uyğun olaraq dövlət reabilitasiya mərkəzlərində ödənişsiz xidmət ala bilərlər. Bu xidmətlər müstəqil həyat bacarıqlarının inkişafına, eyni zamanda cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edir. Reabilitasiya xidmətləri yalnız stasionar şəraitdə göstərilir. Xeyr, eyni zamanda ambulator, səyyar, telereabilitasiya həmçinin icmasası qaydada təşkil olunur. Şəxs özü istədiyi reabilitasiya proqramını seçə bilər. Xeyr, seçə bilməz. Hər bir şəxsin reabilitasiya proqramı multidisiplinar komanda tərəfindən aparılan qiymətləndirməyə əsasən fərdi qaydada tərtib olunur. Bu yanaşma xidmətlərin daha effektiv, kompleks və fərdi ehtiyaclara uyğun təşkil olunmasına xidmət edir. Reabilitasiya yalnız fiziki məşqlərdən ibarətdir. Xeyr, belə deyil. Eyni zamanda kompleks yanaşmaya uyğun olaraq tətbiq olunur. Burada bu xidmətlərlə yanaşı əmək terapiyası, loqopediya, sosial-psixoloji dəstək xidmətləri, həmçinin asudə vaxtın təşkili və cəmiyyətə fəal inteqrasiyanın təmin edilməsi məqsədi ilə mədəni kütləvi tədbirlər də təşkil olunur. Çox sağ olun Nicat müəllim. Buyurun, siz sağ olun.